Salam. Salam. Bugün sizlerle birlikte Molda benim biletkama paltar bakırıq. Onda gelin birlikte. Ay kameraya çıktı. Onda gelin birlikte devam edelim. Neyse devam edelim. Artık ikinci dişi gedireyim onlara bakmağa. İnşallah bir yufka kombinleyebiliriz ya şalvar, kofta kombinleyebiliriz. Ama ben ağımda elə yaxşı bir kombin var ki və elə yaxşı bir yufka var ki təsəvvürümdə, təxəyyülümdə. İnşallah tapa bilərik. Ekrandayım. Yuxarı mövqedə xodakənək inşallah səsimi eşidirsin. Əli gəldik kotuna, bir şey tapdıq. Görək başqa nə tapırıq. Haycan. Yalancı Bu üstündeki. sırf oğlan adetli bahatı diyor. Deyirəm də, orası sırf qızdır. Onlar da qızı üçün indi. Bura oğlan üçündür. Ha. Deməli kombinlər eləmişik. Bununla bunu neyse. O. Sonra şalvarla köynək seçmişik. Görək hansı yaxşı olur. Zeynəb giyinsin baxaq. Sen birinci kombin budur. Ama ben koftayla bu yufkanı yaraştırmam. Yani paltar o kadar da yaxşı değil kimi düşünürəm. Ama o yufka yaxşıdır. Bence. Zeynep, böyle bir şey taktım. Podyum pozuyla ben daha bu kombinleri. Gel. Ben böyle geçeceğim olacağım. Gel. Gideceğim ya. Git. Bir tane böyle podyum. Ne var? O da gel. Koftası yağın koftası. Sadece beğenmedim. Podyum pozuyorum isterim. Əli kotunda bir-iki dənə kombin bəyəndik. Sadəcə olaraq gedək Elspakiyə də baxaq. Müsəlmanın həmişəki vəziyyəti. Bir də Papito var, orada baxacaq, görək nə olur. Zeynəb giyindiyinin hansı kombinləri bəyəndi? Adıyla hiç bir kombin. İndi gedirik Elspakiyə. En akıllıcı kombini, o da onu beğenmedim. En akıllıcı kombin elədi ya yufka paltar. Onu beğendim, bir de şalvarı beğendim. Gəldik Elspakiyə. Böyle şu buralara yufkanlara her şey değil. Bu sırf boş şeyleri yok. Olsun. Söykənmə ona. Bu tərəfdən otur. Deməli, bu sakar Zeynəb. 2 dəqiqədən bir yıxılan Zeynəb. Bayaqdan daha qalmadığı, yıxılmadığı yer qalmadı da konkretdə. Bax, belə bir şey. Bax. Tek ben çek. Tam çekmeyin değil mi? Aa. Gəldik Panda Kids'ə. Buradan belə bir şeylər tapdıq. Kombin taptık. Hə, prosto yubqa balacadır. Biraz böyük razmer götürəcəyik inşallah. Git ata da baxsan. Hə, bu 130 razmeridir. Ha. Var, var. Göster. İlk defa bir çalışanın ilk defa bir çalışanın önerisi düzgün geldi. Yaxşı geldi. Axırı Panda Kids'dən tapdıq. İlk defa onu bize o koftanı bize o önerdi. Yani ilk defa böyle yaxşı öneri görürəm da. Zövqü çox, çünki zövqü qəşəng idi. Zövqü çok yaxşı. Mesela biri var ki Nünesko şeyler, Avroskoy şeyler seçilir.
Ama mesela montajını beğendim diyorum. Kapak fotoğrafı. Deməli, Bakı Elektroniksə gəldik. Nəyimiz var idi? Bonusumuz var idi. Və biz oradan nəsə götürməliyik deyə, heyf eləməyək deyə. İndi gəldik, indi buraları çəkəcəm. İndi gözəlliklər var burada. Boş qablardır. Nerede baxıram? Boş maddelerden. Ben sana başka şeyler seçmiştim. Hə. Gel belə bakalım. Gel. Bunlara bakalım. Güzellikler. Gəlirəm. Boşun günü. Ha, bu heç də. Qəşəngdir. Ha, bunlar şeydir. Hansıdır? Singe diye. Bu maşınkalar qəşəngdir. Ütü fen, hava fen. Olsun dedim. Niye sen var değil de olmayan şeyimiz var. Olanda da olsun da, Evet, biri var, artığımız asmamışım. olsun. Olanda da olsun da sen de çək səni. Taraf fenlər. Qiymətlər. Yox, o yandırır saçı. Dysonlar. Böyle bir defa belə var. Senin başında. Şimdi bunlar deyəsən salon fenlərdir bunlar. Dysonlardır. Onlar qəşəng güclü fenlər. Ha. İki fenin varındır. Ütü fenim çox deyil. Hava fenim zaylaşır əsasən. 200 neçə, 300 neçə. Sonra Yox, salon fenlərdir məncə salonlar. mikrovarnovkalardır. 209 manata bu. Panasonic'dir. Sonra beləsi də var, LG. Bilmirəm, düşür, düşmür. Belə qoyum yaxşı. 299 manat, 99 qəpik, 300 manat da. Burada 280 manat. Sonra belə tufovkalar var. Hər qiymətə var. Burada Bakı Elektroniksə gəldik. Burada şeyimizi götürək. Haladelniklər. 92. Bu ucu satılıb. Sen necə şeysin? Wow. Qəşəngdir. Amma o satılıb deyəsən. Bu manazilkası necədir? Bu bağlanır sonra deyəsən. Bu nə çətin imiş. O manazilka çox balacadır. Bu bizə necə? Otel kimi. Belçidir bu da. Bu da LC'dir. Oo, maşallah. Ha, mən istədiyim əsl xalat 2000. Qiymət də istəyir. Normaldır qiyməti 2200 lira. Hə, bax. Qapısında da var, yer var, çox xoşum gəlir. Belə xaladenik alsat o marjinkanı. Bağla üzünə. Hə. Belə olsun yurda görmə bu. Yox, yenə pişirmə məni. Pişirmə məni, var, pişirir məni. Pişirir. Ha. Qiymətlər yazmır. Su qiymətlərini bilmirik də. O faizi 60% indirim. Yox, indirim deyil. Amma şeydə indirimlə düşür. Böyle baxırıq. Çox qəşəngdir. Qiymətlər ama muhafaza. Deməli belə yorğan kimi belə bir şey var. 977 manat 99 qəpik. Sonra belə minicik patuşkalardır. 60% indirimdə.
ürünler hem Baku Electronics 15 mağazasında ve bakuelectronics.az saytında hem de Seven Space, Motorverse ve Tivane'de sizi izleyin. Gündemden geri kalmayın. Etrafı məlumat için bakuelectronics.az beğendiniz görülmüş. Arkadaşlar. İçeride. Bu yeri salmaq üçün deyil. Yox, divan üstüdür deyəsən. Yaxşı da. 200 başına 50% bunlara endirim var. Amma qiymətləri yaxşı qiymətlərdir. Məsəl üçün 296 ma 99 qəpik. Hə? Buna baxın. Nə gözəldir. Dekorlar. Güzellik. Çok teşekkürler. Həqiqətən də qəşəngdirlər. 31 manat. O 3 dənəsidir. Belə bir şeylər var. Minicik. Belə şeylər sevənlər mən xoşlayıram. Həm baxıram, həm alıram. Boş qapda da dolmalı. 6 dənə götürsən nə qədər? 6 və 2, 12 manat. 6 dənə ondan götürür, səndən bir dənə belə. Burada endirimdə şeylər var idi. 3 manata bunlar düşüb 8 manatçıdan, 8 neçə. 9 manatdan bu düşüb 3 manata, 8 manatdan da yaşıllar düşüb 2 manata. Böyük bir kampaniyadır. Baxın, mən götürdüm 6 dənə göy, 6 dənə də yaşıl. İndi onun hesabatına yoldaşımı aparır. Baku Electronics'ten biz telefon götürmüştük ve oradan bizde bonus 35 manat kalmıştı, var idi. Biz bunu değerlendirmeyi istedik ve gitti. Değerlendirmeyi isteyen de seçtik. Götürmeyi isteyen zaman da dediler ki bonusun vaxtı bitir. Əvvəlcədən ilk növbədə müştəriyə xəbərdarlıq verilməlidir ki, bu bir il ərzində sizin bonuslarınız silinə bilər. Biz bilmədik və orada götürən zaman da bildik ki, bizim bonuslarımız silinib. Çox təəssüf. Bu da onların mənfiləridir. Qiymətlərini də çəkirəm, baxarsınız. Son belə ağ dəstə. Əzizlərim, canlarım, gözlərim axıra qədər izlədinizsə çox təşəkkür edərəm. Minnətdaram. Hələ də abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Hələlik.